Salam, hörmətli dinləyicilərim. Bugün 4 dekabr 2025-ci ildir. Sizinlə mənəm, ehtiyatlı olan polkovnik Nəriman İsayev. Hər vaxtınız xeyir olsun. Bugün mən əsasən öz şərhimdə və təhlilimdə Cənubi Qafqazda ictimai-siyasi vəziyyət, Amerika Birləşmiş Ştatları və Qərbin siyasətində Cənubi Qafqazın rolu və yeri mövzusunda öz təhlillərimi aparacam, şərhimi nəzərinizə çatdıracam və qısa da olsa yaxın gələcəkdə baş verə biləcək hallar haqqında proqnozlarımı nəzərinizə çatdırmağa çalışacağam. Hər birimiz bilirik ki, dünyada bugün baş verən hadisələr müəyyən qədər bizə imkan verir ki, bildirək ki, bu hadisələrin əsas baş vermə səbəbi dünya iqtisadiyyatında baş verən dəyişikliklərdir və bu istiqamətdə Qərbin, Amerika Birləşmiş Ştatlarının dünyada öz mövqeyini daha da möhkəmləndirməsi istiqamətində apardığı mübarizənin nəticələrindən biridir. Bugün hər birimiz bilirik ki, dünya iqtisadiyyatında iki böyük dövlətin mühüm rolu var, rəqabəti var. Bu, Çin dövləti və Amerika Birləşmiş Ştatlarıdır. Və Birləşmiş Ştatlar dedikdə biz Avropanı da bu siyahıya əlavə edə bilərik. Və hər birimiz bilirik ki, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya Federasiyası Avropanı belə deyək ki, nəzarətdə saxlamaq üçün öz neft və qaz ehtiyatlarından silah kimi istifadə etməyə başladı və Avropanı qərbi sıxışdırmağa başladı ki, bu da Avropa tərəfindən demək olar ki, vaxtında müəyyən olundu, qiymətləndirildi və bugün Rusiya qazından və neftindən imtina istiqamətində demək olar ki, Avropa mərkəzləri düşünmək məcburiyyətində qaldı. Və bugün Cənubi Qafqazın bu münaqişənin qarşısının alınmasında, həmçinin Avropanın iqtisadi asıllığının aradan qaldırılmasında hansı rolu ola bilər? Bugün hər birimiz bilirik ki, Cənubi Qafqaz elə bir strateji coğrafi mövqedə yerləşir ki, Qərbin, Avropanın Mərkəzi Asiyaya, Hindistana, Çinə və Asiya dövlətlərinə çıxışı ən təhlükəsiz və ən rentabelli yol olan Cənubi Qafqaz üzərindən həyata keçirilir. Çünki Çin və Mərkəzi Asiya, o cümlədən Asiya dövlətlərindən Avropaya, Qərbə demək olar ki, daşınan yüklərin milyardlarla qiyməti var. Qiyməti ölçülür. Hətta bu 800 milyarda qədər bu qiymət ölçülə bilir. Və bu yol əsasən Rusiya üzərindən həyata keçirilirdi, hər birimiz bilirik. Lakin Rusiyanın apardığı belə deyək imperialist siyasət və Ukraynaya qarşı ədalətsiz müharibə Qərbi bir daha düşündürməyə başlamışdır. Və nəhayət Amerika Birləşmiş Ştatlarında Donald Trump'ın 2025-ci ildə hakimiyyətə gəlişindən sonra demək olar ki, bu iqtisadi maraqlar daha da qabarıq formada özünü büruzə verdi və dünyanın, o cümlədən Qərbin, Avropanın və Amerika Birləşmiş Ştatlarının Orta Asiya, Mərkəzi Asiyaya, Asiya dövlətlərinə çıxışını Rusiya asıllığından qurtarması üçün müəyyən yollar axtarılmağa başladı. Hələ əsası 1994-cü ildə Ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş əsrin kontraktı demək olar ki, imkan yaratdı ki, Avropaya, Asiyadan Avropaya çıxış və Avropadan Asiyaya çıxış Cənubi Qafqaz üzərindən həyata keçirilməsi daha məqsədə uyğundur, daha təhlükəsizdir və daha rentabellidir. Ona görə də Donald Trump'ın hakimiyyətə gəlişindən sonra Mərkəzi Asiya dövlətlərinə maraq, Xəzər üzərindən, Cənubi Qafqaz üzərindən maraq daha da artdı. Və hər birimiz bilirik ki, 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında Ermənistan və Azərbaycan üzərində sülh planının paraflanması haqqında imzalanmış kontrakt, müqavilə daha da belə deyək ki, etibarlı bir zəmin yaratdı ki, Amerika Birləşmiş Ştatları
Mərkəzi Asiyaya və Çinə çıxışı Cənubi Qafqaz üzərindən daha rahat və daha etibarlı, təhlükəsiz həyata keçirilsin. Və ondan sonra baş verən hadisələr. 6 noyabrda Mərkəzi Asiya dövlət başçılarının Amerika Birləşmiş Ştatlarının prezidentinin iştirakı ilə keçirilən 5+1 formatında tədbirdə demək olar ki, bu bir daha da özünü möhkəmləndirdi və bir daha da təsdiqini tapdı ki, Mərkəzi Asiyaya və Çinə çıxış Cənubi Qafqaz üzərindən, Mərkəzi Asiya dövlətləri üzərindən daha etibarlıdır. Və ondan sonra hər birimiz bilirik ki, Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasına Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının dəvət olunması burada 6+1 formatının yaranmasına səbəb oldu və o Məşvərət Şurasında həqiqi üzvü Azərbaycan orada seçildi. Bu ondan xəbər verir ki, Cənubi Qafqazın və o cümlədən Azərbaycanın dünya siyasətində böyük rolu formalaşmağa başlayıbdır və Azərbaycan regionun aparıcı və lider dövlətinə çevrilmişdir. Və bu da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin düzgün və perspektiv olmasından xəbər verir. Və bunu qəbul etməyən bizim əsasən Cənub və Şimal qonşumuz olan dövlətlər Qərbin və Cənubi Qafqazın regionda apardığı siyasəti demək olar ki, qısqanclıqla qarşılamağa başlamışdır. Bu hər üç respublikada Gürcüstan, Ermənistan və Azərbaycanda baş verən son daxili siyasi vəziyyətlə demək olar ki, özünü büruzə verir. Ermənistanda kilsənin, Daşnaqçı Partiyasının və Qarabağ separatçılarının demək olar ki, hakimiyyətə təsir göstərməsi və orada daxili sabitliyi pozmağa cəhd göstərməsi, Gürcüstanda demək olar ki, hər tez-tez hakimiyyətə qarşı olan etirazlar, həmçinin Gürcüstan kömürüyü üzərindən Azərbaycana qarşı belə deyək ki, pozucu hərəkətlərin həyata keçirilməsi ondan xəbər verir ki, Qərbin siyasətinə zidd siyasət yeridən qüvvələr bugün bölgədə çox fəallaşmışdır. Və həmçinin Azərbaycanda, Respublikamızda bugün daxildə baş verən bəzi siyasi hadisələr də ondan xəbər verir ki, aparılan düzgün siyasətə qarşı radikal yönümlü qüvvələr istər daxildə, istər xaricdə fəallaşmağa başlamışdır. Və bu Transqafqaz xəttinin yaradılması nə ki Cənubi Qafqazı, həmçinin Mərkəzi Asiya dövlətlərini Rusiya təsirindən azad etməyə ölçülmüş, hesablanmış bir siyasətdir. Bu da Amerika Birləşmiş Ştatları tərəfindən düzgün qiymətləndirilir və bu istiqamətdə lazımi və gərəkli siyasi mövqe ortaya qoyulmuşdur. Və son vaxtlar Respublikamızın daxilində baş verən hadisələr bizi heç də qane etmir. Və Ramiz Mehdiyev tandemi yaradılması, Rusiya meyliliyin aşkar olunması, həmçinin buna dəstək verən və bununla bir yerdə olan, belə deyək, müxalifət adlandıra bilsək, radikal müxalifət, Əli Kərimlinin haqqında demək aşkar olmuş faktlar ondan xəbər verir ki, Respublikamızın daxilində pozucu qüvvələr mövcuddur və bu siyasətin həyata keçirilməsinə demək olar ki, onlar da mənfi təsir göstərmək istəyirlər. Ancaq biz hər bir vətəndaş bilirik ki, cənab prezidentimizin apardığı daxili və xarici siyasət Azərbaycan dövlətinin çiçəklənməsinə və möhkəm sütunlar üzərində formalaşmasına gətirib çıxardacaqdır. Və biz də bir vətəndaş kimi Azərbaycan Respublikasının prezidentini dəstəkləyirik, onun xarici və daxili siyasətini bəyənirik və sona qədər də biz bunu dəstəkləyəcəyik. Mənim çatdıracağım bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizin bu şərhim barədə mövqeyi bildirməyiniz mənim üçün
önəmlidir və əsasdır.